Ne olub, pajardır? Nə paşara da, görmürsən adam atır özünü? Hani olmuyor, çəkilin. Əcəli çatıb, nədir? Yaxın gəlmə, deyirəm yaxın gəlmə. Yaxın gəlmə, yoxsa özümü atarım aşağı. Dayan görəm, ay kişi. Bir səbr elə. Danışaq görək, niyə axı sən özün... Nədən danışıcı o? O qədər şey var ki, ailə, uşaq, yaşayış. Lazım deyil. Belə yaşayışdan danışmağa dəyməz. Nifrət edirəm belə yaşayışa. Görmək istəmirəm mən bu həyatı. Ailə yanında xəcalət çəkirəm. Evə getmək istəmirəm. Nər kimi adamam. Amma ailəmi dolandıra bilmirəm. Niyə? Necə yəni niyə? Gel bazara görərsən. Ətək bilirsən neçədir? Yağ, qən. 20 manatdan aşağı qalması yoxdur, Görürsən? Bəs uşaqların əyinbaşı, yeməyi, onlara vitaminli şeylər lazımdır. Meyvənin kilosu bazarda o qiymətinə. Hə, özündür. 10 manata şəkəri zoğal olar. Vallahi düz deyir, belə də bahalıq olar. Hə, danış da, yaşayışdan da vurursan. Çəkilin, mani olmayın. Qoy mən adam kimi ölüm. Dayan görəm, ay kişi. Sən heç bilirsən sən özünü buradan atandan sonra sənin ailənin nələr gözləyir? Nə gözləyir? Həngamədir. O qədər xərc çıxacaq. Məsciddə yuyulmağın. İstəyir kafir. İndi kəfən çunaq tapılmır. Molla pulu, qəbir pulu, yan yörəsini düzəltmək. Bunlar hamısı puldur, pul. Bir dənə qəbir 6-7 min deyə bu saat. Hələ bu qəbrin yan yörəsi, üstünün yazısı, ayın tarixi, ayataca bizi hara qoyub getmişsən. 15 mindən qutara bilməyəcəksən. Düş uşağa. Hələ 3-ü, 7-si, cümə axşamları. Ət lazım olacaq, yağ lazım olacaq. Düyü, çay, qənd, prakatdan palatka, qab-qacaq, stol. Elə bilirsən ölmək asan məsələdir. Odur ki, canım gözüm, qoy sənə kömək eləyim. Yavaş düş aşağı. Ailəni pis vəziyyətə salma. Gəl özüm, gəl. Qoy sənə kömək eləyim. Hələ 40-ı deməmişsən, yadımdan çıxır. Ay sağ ol, görürsən? Gəl qardaş, gəl. Yavaş Adam darıxma. kimi gün görməyən canım var.